Salam, əziz və çox möhtərəm izləyicilərimiz. Mən hər birinizi səmimi qəlbdən salamlayıram bu gözəl gündə. Və təbii ki də bugün üzr istəyirəm, ruh və insan dərsləri mövzusunda silsilə çıxışlarımızın ilk mövzusu olacaqdır bugünün mövzusu və bundan əlavə də bunu mən elan etmək istəyirəm. Bu haqda mənə çox dəhşətli dərəcədə yorumlar, yəni zənglər gəldi, mesajlar gəldi. Bir şeyə açıqlıq gətirmək istəyirəm dəyərli izləyicilərim. Açıqlıq gətirəcəyim odur ki, deməli bizim bundan əvvəl bilirsiniz də sizinlə səmimi bir çıxışımız oldu və o çıxışımızın da adı insanın yaranışı və zəkanın təkamülü, ruhun süni şuurla qarşılaşması mövzusunda bizim silsilə çıxışlarımız olacaq idi və ilk çıxışımız keçən dəfə yayınlanmışdı. İndi isə biz ruh və insan mövzusuna keçdiyimiz üçün çox adamdan mənə, amma bu bir yandan da xoşbəxtlik doğurur, doğrudan da. Çox adamdan mənə mesajlar gəldi ki, Şahin bəy, əvvəlki veriliş niyə davam eləmədi? Niyə yarımçıq dayandırdınız? Niyə biz istəyirdik axı, xahiş eləyirik. Siz hər şeyiniz gözəldir, amma belə şeylər eləməyin zat, belə mənə mesajlar gəldi. Mən də belə cavablamaq istəyirəm ki, dəyərli izləyicilər, mövzuda və gedişatda heç bir problem yoxdur. Amma mövzu adının biraz uzunluğu və bəzi səbəblərə görə ad dəyişikliyi, bir də formatda dəyişikliyi ola bilər. Amma verilişin formatı, mövzusu, gedişatı, hər şey eyni olacaqdır dəyərli insanlar. Bunu qeyd etmək istədim. Dinlədiyiniz üçün də təşəkkürümü bilirəm, anlayış etdiyiniz üçün. Aha. Deməli, mövzumuzun adı ruh və insan mövzusudur. Bu mövzuya giriş etməzdən əvvəl bunu biz bilməliyik və təbii ki də bu haqda çox mövzular, danışıqlar aparıldı bizim dostlarla. Onlar da dedilər ki, uzundur, ad uzundur, biraz dəyişik mövzulara keçək və s. və ilə axır. İndi dedik, güldük, dərsimizə keçək. Diqqətlə dinləməyinizi xahiş edirəm. Mövzumuzun adı ruh və insandır. Bu mövzuyu anlamaq üçün və bu mövzuyu dərk etmək üçün biz ilk öncə ruh və insan bu iki sözə ayrı-ayrı tərif verməliyik ki, mövzu adı ilə ilk öncə tanış olaq və digər dərslərdə və hazırki, bugünkü bu dərsləri də biz tam şəkildə başa düşək. Girişi belə verirəm ki, ümumiyyətlə bu mühazirədə İnsan varlığının iki əsas komponenti olan ruh və bədən anlayışlarının qarşılıqlı əlaqəsi, onların fəlsəfi mənası və müasir dövrdə bu anlayışlara münasibət öyrədiləcəkdir. Bu dərslərin məqsədi ruh nədir, insanı insan edən nədir kimi suallara elmi və təfəkkür yönümlü yanaşma gətirmək olacaqdır. Sizi də başa düşürəm təbii ki də. Və bu mövzuyu anlamaq üçün biz ilk öncə insan və ruha ayrı-ayrı tərif verməliyik. Ayrı-ayrı tam şəkildə nə olduğunu anlamalıyıq ki, artıq bizim digər girəcəyimiz mövzular bizə tam şəkildə nə olsun, tam şəkildə bizə aydın olsun. Yaxşı. Deməli, ilk öncə mən istəyirəm ruha, belə deyək, tərif verək. Burasını diqqətlə dinləməyinizi xahiş edirik. Deməli, ruh termini ümumiyyətcə, ruh termini müxtəlif elmi və dini ənənələrdə fərqli şəkildə izah olunmuşdur. Bu nə deməkdir? Yəni, bu ruh
Bəli, bütün dinlərdə, yəni müxtəlif elmi, termini, dini ənənələrdə qəbul olunmuş bir həqiqətdir. Amma tərifləri fərqlidir. Ümumiyyətlə, bu iki anlayış, ruh və insan arasına ayrı-ayrı bir saatlıq veriliş də olunub. Ümumi ətraflı şəkildə danışmaq mümkündür, amma mən sizi çox yormaq istəmədən qısa və anlamlı şəkildə bu mövzuya tərif vermək istəyirəm. Dediyim kimi, ruh termini müxtəlif elmi və dini ənənələrdə fərqli şəkildə izah olunmuşdur. Amma biz İslam fəlsəfəsinə uyğun şəkildə bu terminə tərif verəcəyik. İslam fəlsəfəsində ruh, ilahi nəfəs, idrak və iradə daşıyıcısı kimi qəbul edilir. Yəni, bu şərq fəlsəfəsində qəbul olunmuş bir həqiqətdir. Yəni, bu terminin tərifi budur. Yaxşı. Qərb fəlsəfəsində isə Platon ruhu ideyalar aləminə bağlı, Aristotel isə onu canlı varlığın forması kimi təsvir etmişdir. Buradan belə bir həqiqət ortaya çıxır. Yəni, buradan belə bir şey biz anladıq ki, ruh olmadan insan var ola bilməz. Ruh olmadan insan, belə deyək, mənəvi qatları fəth edə bilməz, çata bilməz. Ruh olmadan insan ola bilməz. Ona görə, nəyə görə ruh və insan mövzusu ətrafında bizim silsilə çıxışlarımız olacaq? Çalışacağım həftədə 2 dəfə çıxış eləməyə çalışım. Başa düşdünüzmü? Yəni, ruh termini ilahi nəfəs, idrak və iradə daşıyıcısı kimi başa düşülür və qərb fəlsəfəsində Platon ruhu ideyalar aləminə bağlı, Aristotel isə onu canlı varlığın forması kimi təsvir etmişdir. İndi ruha elmi tərəfdən də, belə deyək, ruha elmi tərəfdən də tərif versək, biz psixologiya elminə müraciət etməyimiz daha məqsədə uyğun olar. Psixologiyada ruh anlayışı şuur, idrak, his və iradə funksiyalarını özündə birləşdirən daxili enerji mərkəzi kimi öyrənilir. Başa düşürsünüz? Yəni, bu fərqli yanaşmalar bir məqsəddə birləşdirilir. İnsanın maddi tərəfini aşan bir varlıq qatını anlaması üçündür ruh. Yəni, bu ola bilər ki, biraz mürəkkəb bir tərif oldu. Mən lori dildə desəm, yəni bu insan o bilinməyən tərəf var ya, o pərdə arxası. Pərdə arxası tərəfi anlamaq üçün ruha və qəlb gözünə ehtiyacı vardır. Bunlar olmasa mümkün desən, elə bu dünyaya həbs olacaqsan. Başa düşdünüzmü? Ümid edirəm, başa düşdünüz. Xülasə olaraq da qısa şəkildə də belə deyim. Ruh, belə deyək ki, insanın varoluş səbəbidir və ruh olmadan insan ola bilməz və insanı ən üstün varlıq qılan tək səbəb də əslində bir ruhunun olması və çox böyük bir, belə deyək, missiyasının olmasını biz deyə bilərik və ruh olmadan insan görünməyən tərəfi, pərdə arxası tərəfi, yəni ilahi aləmi əsla dərk edə bilməz. Yaxşı. Ümid edirəm, bura qədər hər şey aydın oldu. İndi isə keçdik, insan nədir? Ruhun tərifini maksimum rahat və qısa şəkildə verməyə çalışdım. Əgər başa düşməyən olsa, qeyd eləyər, biz gələn dəfəki dərslərdə yenidən başa salarıq. Əsas sizin başa düşməyinizdir. Ruh mövzusuna tərif verdikdən sonra sıra gəlir insan mövzusuna. İnsan mövzusu da həqiqətən çox, amma çox üstündə veriliş yox, uzun bir verilişlər danışıla biləcək bir mövzudur.
Ümumiyyətlə, insana belə bir tərif verməyimiz lazım gələr isə, insan həm maddi, həm də mənəvi aləmin qovşağında dayanan, şuur, idrak və iradə sahibi bir varlıqdır. Yəni, bu nə deməkdir? Bunu belə başa sala bilərik Loredirdə. Yəni, bu insan həm maddi, həm də mənəvi aləmin qovşağında dayanan və şuur, idrak, iradə sahibi, ağıl sahibi bir varlıqdır. Yəni, insan budur. O bədənlə ruhun vəhdətindən ibarət olub. Yəni, nə deməkdir bu? Bu nə deməkdir, dəyərli insanlar? Yəni, ruh və bədən vasitəsilə yaranıb, ruhun və bədənin birləşməsi nəticəsində insan yaranmış olur. Başa düşürsünüzmü? Yəni, bu digərlərində də belədir. Məsəl üçün, heyvanların da bədəni var, onların da bir canı var. Bəli, bu ona da aiddir. Və o bədənlə ruhun vəhdətindən ibarət olub, həm torpaqdan yaranmış cismani tərəfi, həm də ilahi mənşəli ruhi tərəfi ilə də fərqlənir. Başa düşürsünüzmü? Yəni, heyvanlar üçün bu dünyada öldükdən sonra vəssalam, hər şey bitdi. Amma insanlar üçün öldükdən sonra əslində var olur. Ölüm əslində bir başlanğıc olur insan üçün. Bir mənalı şəkildə. Yaxşı, fəlsəfi mənada insan özünü və kainatı dərk etməyə çalışan, mən kiməm sualına cavab axtaran yeganə və canlıdır. Başa düşürsünüz, bu fəlsəfidir. Yəni, düşünən, niyə gəldim, o Mehmet Hocanın, dəyərli ustadımın belə bir sözü var, bir fəlsəfi. Ola bilər ki, çox sadə bir söz kimidir, belə qəribə gələ bilər. Baxın, buna uyğunlaşdırıb dəyərli hocam. Bir onun bir sözü var, deyir ki, nə idim, belə deyək, nə idim, nə oldum, nə olacam. Baxın, nə idim, nə oldum və nə olacam. Bu üçünün haqqında ətraflı şəkildə insan düşünməlidir. Ona görə deyirlər, təfəkkür etmək də bir ibarətdir. İnsan niyə yarandığını düşünməlidir. Kainatın, yeryüzünün niyə yarandığını insan bilməlidir. Başa düşürsünüz? İslam düşüncəsinə görə insan Allahın yer üzündə xəlifəsi, yaradılışın mərkəzi və mənəvi məsuliyyət daşıyıcısıdır. Yəni, insanın üstündə əslində çox böyük bir məsuliyyət, çox böyük bir missiya var. Bunu dərk etməlidir, bunu anlamalıdır və bu missiyayı yerinə yetirəcək bir şəkildə yaşamalıdır. Yəni, bu məsuliyyəti görməlidir, bu məsuliyyəti öz daxili aləmində hiss eləməlidir. Bir mənalı olaraq. İnsan həm də ağılla təchiz olunmuşdur. Aha! İndi bu mövzuda sizə çox asan gələ bilər, amma düşünsəniz əslində çətindir. Deyə bilərsiniz ki, bilirik də, nə var, hamımız bunu bilirik. Yox, düşünməyinizi xahiş edirəm. Düşünən zaman sizdə suallar yaranacaq. Bu bizim ilk giriş dərsimizdir deyə biraz sadə gedəcəm və maksimum qısa tutmağa çalışacağım ki, artıq 14 dəqiqədir, sizi də çox yormayım. Deməli, biraz tez-tez keçin, vaxt olur. Və dedi ki, o həm ağılla təchiz olunmuşdur ki, bu da onun seçim etmək, dəyərləndirmək və nəticə çıxarmaq gücünü təmsil edir. Başa düşdünüzmü? Beləliklə, insan nə tamamilə maddədir, nə də sırf ruhdur. O, hər iki dünyanın vəhdətidir. Onun böyüklüyü bu iki yönü arasında tarazlıq tapmaq bacarığındadır. Başa düşürsünüzmü? Bunları dərk etməliyik, bunları bilməliyik. Aha, bunları bildikdən sonra dəyərli insanlar, ruhun və insanın nə olduğunu bildikdən sonra artıq biz ruh və bədən əlaqəsinə keçid edəcəyik. Başa düşürsünüz? Deməli, bunu da diqqətlə qulaq asmağınızı diləyirəm. Başa düşməsəniz belə o geri çevirmə olur. Mən də həmişə ustadları dinləyəndə elə eləyirəm. Təkrardan dinləməyinizi xahiş edirik. Deməli, İnsanın varlığı dual quruluşa malikdir. Yəni, insan, belə deyək, insanın varlığı bir neçə quruluşlara malikdir. Maddi bədən və mənəvi ruh.
Bu iki element bir-birindən asılı şəkildə fəaliyyət göstərir və bədən bioloji mexanizmləri təmin edir. Ruh isə o mexanizmlərə istiqamət və məqsəd verir. Başa düşürsünüz? Bədən bioloji, ruh isə mexanizmə məqsəd verir. İstiqamət və məqsəd verir. Yaxşı. Deməli, fəlsəfi baxımdan isə ruh bədəndəki hərəkət və şuurun səbəbidir. Başa düşürsünüzmü? Bugün də dəyərli dostlar, bunu da qeyd edeyim. Vaxt azdır bugün, çox üzr istəyirəm. Bugün çalışacağım üzdən gedim, yəni dərinliyə tam dərinlikli şəkildə başa salmamaq üçün. Gələn dərslərdən artıq dərinliyinə girəcəm də bu sizlə bir görüş olur. Yəni bu bir görüşdür bugünün mövzusu, ona görə deyirəm. Fəlsəfi baxımdan isə ruh bədəndəki hərəkət və şuurun səbəbidir. Həyatın sonlanması ilə nəticələnir, ruhun bədəndən, baxın bunu da deyim, ruhun bədəndən ayrılması, həyatın sonlanması ilə nəticələnir. Bu isə ruhun həyatla birbaşa əlaqəsini göstərir. Bu mövzuda ümumiyyətlə biz İslam alimlərindən Farabi və İbn Sina ruhun idrak və iradə qüvvəsi kimi təsnif etmiş. Onu təkcə bioloji mexanizm kimi deyil, məqsədli bir varlıq kimi təqdim etmişdir. Başa düşürsünüzmü? Ruh və bədən, ruh istiqamət verir. Yəni, məqsədə ruh mexanizmlərə istiqamət verir, bədən isə bioloji mexanizmlərin, bioloji mexanizmləri, yəni həqiqət əf göstərir, bəli. Bunu da dedikdən sonra ruh və şuur fərqinə keçid edirik. Bu da nə deməkdir, dəyərli və çox hörmətli dostlar? Bu da bu deməkdir ki, ruh və şuur çox zaman sinonim kimi işlədilsə də elmi baxımından fərqli anlayışlardır. Başa düşürsünüzmü? Şuur insanın özünü və ətrafını dərk etmə qabiliyyətidir. Yəni, özünü dərk etmə qabiliyyətinə deyilir. Ruh isə bu dərk etmə prosesinə mənəvi və mənalı istiqamət verən prinsipdir. İnşallah verilişin axırında istəyirəm bir dənə də saz ifa eləyəm. Siz mənim o sazımı da xahiş edirəm, o ağ rəngdə olan böyük dəhə, onu da bir dənə gətirərdiniz. Mən bir dənə də saz ifa eləyim, onunla da bitirəcəm inşallah. Pərdələri ağ olan, deməli. Başqa sözlə də şuur idrakın forması ruh isə onun məzmununa deyilir. Müasir neyroelmlər şuuru beyindəki fəaliyyətlə əlaqələndirir, lakin ruhu yalnız bioloji mexanizmlərlə izah etmək də mümkün deyil. Çünki ruh mənəvi və transendental bir reallıq qatını ifadə edir, dəyərli insanlar. Ruh və şuur ayrı bir şeydir. Şuur insanın ağıl, dərk, yəni, insanın bu tərəflərində mövcuddur, dəyərli insanlar. Başa düşürsünüzmü? Yaxşı. Bu da tamam oldu. Dördüncü və bir digər bizim başlığımız da var. Zəka və süni şuur kontekstində ruh. Bir daha qeyd edirəm, dəyərli izləyicilər, bir daha qeyd edirəm ki, bugünkü dərsimiz çox dərinlikli olmayacaq. Üzdən mən yazdıqlarımı oxuyacağım gələn dəfədən. Bu açılış dəfində gələn dəfədən ətraflı şəkildə biz sizə dərslərimiz davam edəcək. Deməli, belə deyək, dəyərli insanlar, 19-cu əsrdə süni zəka texnologiyalarının inkişafı insanın şuur və ruh anlayışına yeni suallar gətirmişdir. Başa düşürsünüzmü? Süni şuur proqramlaşdıra bilər, lakin ruh proqramlaşdıra bilməz. Başa düşür. Çünki ruh təcrübə, duyğu, məsuliyyət və mənəvi seçim qabiliyyətləri ilə əlaqəlidir. Yəni, süni zəkada bu yoxdur. Yəni, təcrübə, ruh, duyğu, məsuliyyət, doğru olanı bilmə, həqiqəti bilmə, əsas ruha, bunları bilə bilməz. Və bu fərq insanla maşın arasında əsas ayrıcı xəttdir. Yəni, insan ruh sahibidir. Maşın isə yalnız və o sünni zəka isə yalnız məlumat daşıyıcısıdır. Ruhla sünni şuuru
Yəni əldə yaranmış, belə deyirlər, əldə yaranmışı bir tutmayın əsla. Ruhun mahiyyəti özünü dərk etmək, mənlik hissi və etik məsuliyyət kimi dəyərlərə ölçür və süni zəka əsla bunlara sahib deyildir, dəyərli insanlar. Bunları bilməliyik. Yəni İnsan zəkasından süni zəkayı ayırt etməyi bacarmalıyıq. Bunlar tamamilə ayrı-ayrı şeylərdir və əsla insan ruhuna çata bilməz bunlar. Bunu da anlayandan sonra biz ruhun inkişaf mərhələlərini bilməliyik ki, ruhu necə inkişaf edə bilərik. Başa düşürsünüzmü? Bunu da belə deyək, İslam fəlsəfəsi və sufizm ənənələri ruhun inkişaf mərhələlərində ruhu 3 əsas inkişaf mərhələlərinə bölünür. 1. Nəfsani mərhələ, 2. İdrak mərhələsi, 3 isə ruhani mərhələ. Nə idi? Nəfs mərhələsi, idrak mərhələsi və ruhani mərhələ. Nəfs mərhələsi insanın istəklər və maddi tələblərə idarə olunduğu mərhələ, yəni nəfsinin cilovlaması, ucalmaq üçün, inkişaf üçün. 2. İdrak məsələsi isə insanın mənəvi düşüncə və təhlil mərhələsini artıq keçir. Yəni oxuyub anlama, dərk etmə, elm, din elmlər, yəni dərk etmə, təfəkkür bu. Artıq bunlardan keçdikdən sonra isə artıq ruhani mərhələyə keçidsə ruhun öz mənşəyini dərk etməsi və ilahi harmoniya ilə birləşməsidir. Başa düşürsünüzmü? Budur. Əsas olan budur, dəyərli və hörmətli insanlar, budur. Yəni, belə deyək ki, ilk öncə nəfsi cilovlayırsınız, insan istəklərinə və maddi tələblərinə stop deməli bilməlidir, nəzarət altına almağı bilməlidir. Daha sonra idrak, mənəvi düşüncə, yaradıcı düşüncə və tərhil mərhələsinə keçid edirik. Bu keçiddən sonra isə insan birbaşa o aləmdən ünsiyyət qurmağa, yəni ruhani mərhələyə keçid etməyə başlayır. Bax, bunlar ruhun inkişafı ilə olur. Yəni, bu bədən, torpaq, daş, bundan olmur. Sümük. Bunu da belə bitirdim. Yəni, bu sistemdə insanın məqsədi ruhu maddi aləmin təsirindən təmizləyib kamal səviyyəsinə çatdırmaqdır. Başa insan məqsədi nə idi? Baxın, bu insan öz ruhunu maddi aləm, yəni bu aləmin təsirindən təmizləyib artıq həqiqi hədəf olan kamal səviyyəsinə çatdırmaqdır. Və ruhun sosial və etik funksiyası da budur ki, ruh yalnız fərdi varlıq sahəsi deyil, həm də ictimai davranışın təməlidir. Vicdan, mərhəmət, ədalət və məsuliyyət hissi ruhun sosial funksiyalarına daxildir. Yəni, sadəcə özün üçün yox, ictimaiyyət üçün, insanların yaxşılığı üçün də. İndi biz də nəyə görə cəhd eləyirik? İlk öncə özünə maksimum şəkildə bunları dərk etdirdikdən sonra artıq sən ictimaiyyətə də xidmət etməlisən. İnsanların problemləri və bu dəqiqə 21-ci əsr və aktual olan mövzulara cavab tapmalısan, çarə tapmalısan. Baxın, bu lazımdır. Ruhun zəiflədiyi cəmiyyətlərdə mənəvi dəyərlərin dağılması müşahidə olunur. Başa düşürsünüzmü? Bu baxımdan ruh anlayışı həm fərdin, həm də cəmiyyətin sabitliyini qoruyan bir mənəvi sütundur əslində. Ona görə ictimaiyyəti insandır. Çünki insan özünü düşündükcə ego gəlir, ego yığılır. Mənəm, mənlik insan axırda yox eləyir. Bunu da bilməliyik. Və ruhun, son olaraq da ruhun idrakdakı rolunu da deyim qısa şəkildə. Dedik ki, ruh idrak prosesinə mənalı istiqamət verir. Başa düşürsünüz? Yəni, idrak yalnız məlumat toplamaq deyil, o məlumatdan hikmət hasil etməkdir. Yəni, insan beyni məlumatı alır, ruhi isə o məlumatda idrak, yəni məna tapmağa, təfəkkür etməyə çalışır. Ağıl məlumatı alır, ruh isə onu dərk edir. Başa düşürsünüz? Bu ikisini biz mənalı şəkildə bilməliyik. Yəni, bir kitabı biz sadəcə olaraq boş-boş oxumağın da heç bir yeri yoxdur, dəyərli izləyicilər. Bunları da bilməliyik. Yəni, ruh bu transformasiyanın əsas səbəbidir. Başa düşürsünüzmü?
Buna görə də insanın mənəvi dərinliyi, yəni mənəvi ucalması onun idrakının keyfiyyətini müəyyənləşdirir. Yəni oxuduğumuz şeyi dərk etməliyik, təfəkkür etməliyik, ətraf aləmi seyr etməliyik, insan özünü inkişaf etdirməlidir. Baxın, bunlara çox lazımdır diqqət. Nəticə, sona gəldik, çatdıq. Sonda isə bu mühazirədə ruh anlayışının fəlsəfi, psixoloji və dini əsasları təhlil olundu. Nəticə olaraq ruh insanın maddi varlığı aşan, ona mənəvi istiqamət və məqsəd verən bir mahiyyətdir. Yəni bu maddi aləmlə kifayətlənmir, mənəvi aləmə də seyr edir. Yəni o görünməyən pərdə arxası üçün lazımdır və ona görə lazım. Yəni insanı insan edən əslində onun bədəni deyil, ruhudur. Bu səbəbdən insanı dərk etmək üçün yalnız bioloji və sosial təhlil kifayət etmir. Onun mənəvi strukturunu da öyrənməlidir və hər zaman bunu bilməliyik ki, əsl xoşbəxtliyə, əsl o kamala, əsl o yüksək dərəcəyə çatmaq üçün bizim ruha ehtiyacımız vardır. Ruhdan istifadə, maksimum yararlanmalıyıq. Ruh vasitəsilə biz bu istədiklərimizə çata bilərik. Ümid edirəm, bugünkü dərsimiz maksimum sizlər üçün xeyirli oldu, dəyərli izləyicilər. Əlimdən gələn qədər sizlərə məlumat verməyə çalışdım ki, bilirsiniz, giriş dərsimiz idi deyə sadəcə üzdən oxudum, çox dərinliyə girmədim. İndi isə bir dənə saz ifa edək, dəyərli dostum, qardaşım. Biraz yuxarıdan bir gün salmayayım. Ay, sağ ol. Bir dənə də sazdan sonra dəyərli insanlar. Bugünkü verilişimizi burada sonlandıraq, dəyərli insanlar. Biraz bu stolda qabağa versək, yaxşı olar, çəksəydi, saz yerləşmir elə bil. Biraz bunu qabağa çəkin, zəhmət olmasa. Biraz da verin, zəhmət olmasa. Ay, sağ ol, təşəkkürlərimi bildirirəm. İndi isə bir dənə də saz ifa eləyim. Bugün səmimi bir çıxışımız oldu. Bu saz ifasından sonra da dəyərli insanlar, bugünkü verilişimizi artıq sonlandıraq.
Bəli, əziz, dəyərli, çox hörmətli izləyicilərimiz, hər birinizə mən təşəkkürlərimi bildirirəm həqiqətən də. Bugün dərsimiz çox ciddi, sizlə səmimi oldu. Çox ciddilik istəmədim artıq ilk dərsdən. Bu bir açılış mərasimi idi əslində və mən sizlərə təşəkkürümü bildirirəm. İnşallah ki, hər şeyi anlamışsınızdır. Gələcək dərslərimizdə görüşənə qədər diləyirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.